Minlərlə fırça izi, tək bir hiss. Eşqdən dəli divanəlik. Qarşınızda Oskar Kokoşkanın, bəli, Kokoşka. Oskar Kokoşkanın Külək gəlin əsəri dayanır. Bu sadəcə bir rəsm deyil. Bu onun bütün varlığı ilə bağlandığı, onun həm ilhamı, həm də fəlakəti olmuş Alma Mahlerə yazılmış vizual bir məktubdur. Əsərə ilk baxdıqda sanki fırtına əsir. Külək, qarışıqlıq, narahat fırça hərəkətləri, amma baxış nöqtəsinin mərkəzində bir sakitlik var. Gözlərini yummuş bir qadın. Bu Almadır. Onun üzü müqəddəs bir dinclik içində sanki yuxudadır. Yanında isə Kokoşkanın özü. Ona elə sarılıb sanki buraxmaq istəmir. Onun gözləri açıqdır və qorxu hiss olunur. Qorxur ki, buraxsa Alma yoxa çıxacaq və burada hər şey ortaya çıxır. O Alma ilə yaşayır. Alma isə artıq başqa bir dünyadadır. Əl çatmazdır. Onların bədənləri bir-birlərinə sarılıb, amma qeyri-bərabər. Oskar onun üçün dirilir, yaşayır və qopmaq istəmir. Amma Alma o azaddır, sanki küləyin özüdür. Küləyin gəlinidir. Heç kimə məxsus deyil, sadəcə özünündür. Bu əsər onların münasibətinin sona çatdığı dönəmdə çəkilib. Bu, sevinc dolu bir eşq hekayəsi deyil. Ağrılı, asılılıq kimi bir eşqdir. Sanki Kokoşka fırçası ilə Almanı itirməkdən qorumağa çalışırdı. Onun rəsmini yaratdı ki, Alma ən azından Oskarın əsərində yaşamağa davam eləsin. Ayrılıqdan sonra o, Almanın boyunda bir kukla düzəltdirir. Və bəli, bu bir əfsanə deyil, gerçəkdir. Külək gəlin bu çılğın, ağrılı sevginin zirvəsi fırtınanın içində donmuş bir an kimi qalır. Və biz baxırıq, üstündən 100 il keçib. Amma hələ də o küləyi hiss edirik. Sevginin uzağa apardığı, amma əsərə dönüb əbədləşdirdiyi bir küləyi. Bəs sən tərk ediləndə nə edirsən?